Bu Sovet traktoru təkcə torpağı yox, bütöv bir sistemi şumlayırdı. 36 ton yük daşıyan canavar, amma sürəti velosiped səviyyəsində idi. Qardaşım, bir vaxtlar SSR-də elə bir texnika var idi ki, kəndə girəndə hamı deyirdi: "Aya, bu nədir gəldi belə?" Söhbət gedir K700-dən. Bu elə belə traktor deyildi, buna kənd təsərrüfatının halkı deyirdilər. Deyirdilər ki, o vaxt kilometrlər olmasaydı, işlərin yarısı həllini tapmamış qalardı. Hətta statistikaya görə əsasən kənd təsərrüfatı işlərinin 40%-ni bu yorulma nədir bilməyən dəmir atlar görürdü. Yəni qısası, kəndlərin yarı yükü bu dəmir atların çiyinlərində idi. Amma məsələ bilirsən hardadır? Bu traktor təkcə tarlada işləmirdi qardaşım. Harda ağır iş var idi, bu canavarı göndərirdilər ora. Elə bil universal işçi bir qaqaş idi. Həm torpaqda, həm tikintidə, həm də qarlı buzlu yerlərdə işləyirdi. İndi isə çayınızı, kofenizi süzüb, mürəbbənizi çəkib və videonu bəyənib kanala abunə oldunuzsa başlayaq. Gəlin sizi biraz keçmiş illərə aparım. O vaxtlara ki, Sovet dövründə kənd təsərrüfatı sadəcə iş deyildi. Az qala bir döyüş idi. Torpaq çox idi, amma onu becərmək üçün güclü və əzələli texnikalar lazım idi. Elə belə yox ha, elə bir texnika ki, baxanda adamın içində ayda bu nə cür canavardır belə desin. Beləliklə hekayəmiz başlayır. 1950-ci illərin sonlarında ölkə rəhbərliyi oturub fikirləşir ki, bu qədər torpaq var, amma bunu kim becərəcək? Və qərara gəlirdilər ki, Leningraddakı Kirov zavoduna tapşırıq verilsin. Tapşırıq da necə tapşırıq? Elə bir traktor düzəldin ki, həm güclü olsun, həm də cəmaət baxanda desin ki, buna nə yedizdiriblər belə? Yorulmaq bilmir. Bu işin başına gətirirlər baş konstruktor Pyotr Fyodoroviç Ivanovskini. Adam da deyir ki, yaxşı, deməli belə istəyirlər, biz də elə belə bir şey düzəltməliyik. 1961-ci ildə ilk nümunə hazır olur və təsəvvür edin, çox qısa müddətdə, cəmi bir il sonra 1962-ci ildə artıq bu canavarın istehsalı başlayır. Qardaşlar, bu elə belə traktor deyildi. Biraz zarafat yana desək, bu maşının kəndin qara kəmər ustası idi. Məqsəd belə idi: qoy bütün traktorla kənara çəkilsin, səhnə bizimdir. İndi gələk ən maraqlı hissəyə. Konstruktorlar elə bir şey fikirləşdilər ki, o dövrdə hamı şoka düşdü. Şarnirli çərçivə, yəni traktor iki hissədən ibarət idi və ortadan bükülürdü. Sanki iri bir metal ilan hərəkət edirdi. Bəs bu özəllik nə verirdi bizə? Təbii ki, manevr. Elə manevr ki, bu boyda maşın dönəndə adam deyirdi: bu necə baş verdi belə? Ön hissədə mühərrik, kabina, ön təkərlər, arxada isə transmissiya, yanacaq cəni və digər şeylər cəmlənmişdi. Və bu iki hissə 45 dərəcə sağa sola dönə bilirdi. Yəni kənddə dar yolda qaldığın problem deyil. Kirovets deyir: çəkilin kənara, mən gəlirəm. Görünüşünə gəlincə isə bu böyük təkərlər elə bir tank ayaqqabısı idi. Kabina biraz yuxarıda yerləşir. Rəngi də o məşhur narıncı sarı rəngdə. Uzaqdan görən kimi bilirdin ki, hə, kəndin kralı gəldi. Ölçüləri də zarafat deyil, qardaşım. Uzunluğu 7 metr 30 sm. Yəni az qala bir avtobus boydadır. Enidəki 2 metr yarım. Yerdən hündürlüyü isə 60 sm. Bu o deməkdir ki, yol var ya yox, fərqi yoxdur. Palçıq desəm problem deyil. Bəs kələ-kötür yollar dediyini eşidirəm oradan. Qardaşım, nə kələ-kötür yolu? Heç bunun qarşısında bataqlıq belə dura bilmir. Gələk əsas məsələ olan ürəyinə. K700-ün ürəyi YMZ 280 mühərriki idi. 8 silindrli V formalı dizel. Həcmi 14.86 litr. Yəni bu artıq mühərrik deyildi. Bir qarınqulu canavar idi. Gücü 220 at gücü. O vaxt üçün bu rəqəm sadəcə rəqəm deyildi. Bu güc Sovetin güc nümayişi idi. Mühərriki isə maye ilə soyudulurdu və sonrakı versiyalarına da turbina da əlavə etdilər. Yəni biraz da qaz verəndə artıq kənddə hamı bilirdi ki, Kirovets işə düşüb. Transmissiyada öz yerində qardaşım. Çox diskli mufta və 12 pilləli sürətlər qutusu var idi. Yəni sürücü istəsə yavaş-yavaş işləyər, istəsə də gedək görək başımıza nə gələr moduna keçərdi. İndi gələk bizim dəmir canavarın ən maraqlı xüsusiyyətlərinə. Bu Kirovets elə belə maşın deyildi. Sanki sürücüyə deyirdi: qardaş, necə sürmək istəyirsən, elə də sür. 8 dənə irəli sürət, 4 dənə geri. Yəni istəsən asta-asta gedərsən. İstəsən də ver qazı görək nə olur. Maksimum sürəti 35 km/saat. O boyda vəhşi üçün bu sürət heç də az deyildi. Ən əsas məsələ 4 təkərin hamısı işləyirdi. Dartıcı gücü də yerində. Torpağı elə çəkirdi ki, sanki ip çəkir. Hidravlik sistemi isə tam usta işi idi. İstədiyin şeyi rahatlıqla qoşa bilərdin. Asma avadanlıq, qoşqu nə gəldi? Arxa hissəsi 35 ton qaldırırdı. Təsəvvür edə bilirsən, düz 35 ton. Bu artıq traktor yox, kiçik kran rolunu oynayırdı. 9 korpuslu çotan, ağır kultivatorlar hamısını rahatlıqla işlədirdi. Torpağı elə dərin qazırdı ki, torpaq dilə gəlib deyirdi ki, bezdim vallahi, əl çək məndən. Yanacaq məsələsinə gələndə, bax burada biraz iştahlı idi qaqamız. 20-25 litr yeyirdi. Kabinaya çıxdığın qardaşım, özünü az qala kral kimi hiss edirdin. Ön hissədə yerləşirdi. Görünüşü əla idi, hər tərəfi də görürdün.
İçəridə tənzimlənən oturacaq, sükan, qollar, hər şey əl altında idi. Qızdırıcı sistemi də var idi. Qışda donmurdu, amma səs məsələsi, ay qardaş, elə səsi var idi ki, ona görə sürücülər ya qulaqcıq taxırdı, ya da artıq öyrəşirdi. Yeri gəlmiş onu da deyim ki, əgər belə maraqlı texnika hekayələri xoşunuza gəlirsə, kanala abunə olun. Sonra deməyin ki, niyə xəbərim olmadı? İndi isə davam edək. K700 işlədiksə həm yaxşı tərəflərini, həm də nazlı tərəflərini göstərirdi. Yaxşı tərəfləri güc yerində, keçid qabiliyyəti əla. Böyük sahələrdə ağır iş problem deyil. Təsəvvür elə ki, bu maşının 2 dənə adi traktoru əvəz edirdi. Deyirdilər narahat olmayın, bu bəs edir. Şarnirli çərçivədə öz sözünü deyirdi. O boyda maşın elə dönürdü ki, adam mat qalırdı. Sərt çərçivəli traktorlarda belə şeylər mümkün deyildi. Amma atalarımız gözəl deyib. Hər gözəlliyin bir eybi var. Bu da istisna deyil. Əvvəla çəkisi 11 tondan çox idi. Yəni torpaq deyirdi ki, qardaş biraz yüngül basta üstümə. Konstruksiya da biraz mürəkkəb idi. Elə belə sürmək olmurdu. Biraz qulluq lazım idi. Şarnir hissəsi daimi yağlanmalı idi. Əks halda boşluq yaranardı. Sonra da çıqqacıq səslərindən baş beyniniz gedirdi. Yanacaq məsələsini demişdik. 350 litrlik sən var idi. Amma 6-8 saatda boşalırdı. Yəni sürücü deyirdi, yenə dolduruq, bu andıra qalmışıq. Mühərrikin soyutması da diqqət istəyirdi. Yayda istəyəndə qızırdı, qışda isə işə salmaq üçün əvvəlcədən qızdırmaq lazım idi. Yoxsa deyirdi ki, mənə əl vurmayın, hələ yatıram. İdarə etmə də asan deyildi. Bunun ilk modellərində sükan gücləndiricisi yox idi. Xüsusilə yavaş gedəndə əllərin dəhşət yorulurdu. Əllədə də elə basırsan, amma deyir ki, biraz da güc ver, bəlkə basıldım. Ona görə kilometr sürmək sadəcə sürmək deyildi. Bu həm də məşq idi. Titrəyiş, səs, fiziki güc, hamısı bir yerdə. Günün sonunda sürücü düşəndə deyirdi ki, çox şükür bu gün də idman elədim. Amma bütün bunlara baxmayaraq K700 tez məşhurlaşdı. Savxozlarda, kolxozlarda hər yerdə işləyirdi. Xüsusilə Qazaxıstan çöllərində, Sibirdə, Altayda, böyük sahələrdə bu maşın sözün əsl mənasında özünü göstərirdi. Sonra bunun müxtəlif versiyaları çıxdı. 1969-da K700A gəldi. 235 at gücü. Sonra isə K701 3 saat gücü. Bu artıq traktor yox, Sovetlərin güc devizi idi. Meşə üçün, tikinti üçün də versiyalar buraxdılar. Yəni Kirovets dedi ki, mən hər yerdəyəm. İstehsal illərlə davam etdi. Ümumilikdə 400 mindən çox traktor buraxıldı. Bu maşınlar Şərqi Avropaya, Kubaya, Monqolistana göndərdi. Yəni Kirovets artıq beynəlxalq bir ulduz oldu. Sovet İttifaqı dağılandan sonra da bu hekayə bitmədi. İstehsal Sankt-Peterburqda davam etdi. Bu gün də hər hansı bir sahədə işləyən K700 görsəniz, bilin ki, bu sadəcə texnika deyil. Bu bir dövrün canlı yadigarıdır. K700 seriyasının müasir modifikasiyaları, məsələn K744. Təsəvvür etsən 428 at gücünə qədər mühərriklərlə, kondisionerli müasir kabinələrlə və elektron idarə etmə sistemləri ilə təchiz olunur. Sürücülər bu maşına böyük hörmətlə yanaşırdılar. Belə güclü texnikanı idarə etmək hər kəsin bacardığı iş deyildi. K700 təkcə kənd təsərrüfatında deyil, həm də mədəniyyətdə də öz izini qoydu. Bəs sizin yaddaşınızda hansı sovet traktoru və ya kənd təsərrüfat texnikası qalıb? Bəlkə siz K700-lə də işləyibsiniz və ya onu iş başında görmüsünüz. Bu əfsanəvi maşınla bağlı hansı xatirələriniz varsa, mütləq öz hekayələrinizi və təəssüratlarınızı şərhlərdə paylaşın. Ümumiyyətlə sovet texnikası ilə bağlı təcrübənizi və ya xatirələrinizi öyrənmək bizim üçün çox maraqlıdır. Qardaşım, bu traktor sürən adam var ha. Bir dəfə buna oturdusa, bir də düşmək istəmirdi. Bu SC-din ən dəli texnikası T40 idi. Kənddə böyüyənlərin çoxu bu traktoru ya sürüb ya da səsini eşidib 100%. O səs var ha, uzaqdan gələndə elə bilirdin, kəndə tank girir. Söhbət məşhur T40-dan gedir. Elə bir texnika idi ki, nə palçıq tanıyırdı, nə qar, nə də işləmərəm söhbəti var idi bunda. İndiki bəzi maşınlar kimi naz eləmirdi da. Dizel tökdün, biraz da dua elədin, başladı işləməyə. Bu traktor 1961-ci ildən istehsal olunmağa başladı və düz 1995-ci ilə qədər buraxıldı. O vaxtlar T40 olan adama da başqa cür biraz baxırdılar, hörmət edirdilər. Çünki bu maşın təkcə traktor deyildi. Kəndlinin sağ əli idi, necə desək. Əkin əkirdi, yük daşıyırdı, ot biçirdi. Lazım olsa qonşunun bataqlıqda ilişmiş maşını da yeyib dartıb çıxarırdı oradan. Ən maraqlısı da odur ki, T40 hər işə uf demədən girirdi. Kənd təsərrüfatı, yol işi, tikinti, hətta kommunal işlərdə belə istifadə olunurdu. Bir sözlə bu iş mənlik deyil deyən texnika deyildi. El arasında ona boş yerə dəli traktor demirdilər. Çünki elə yerlərdən çıxırdı ki, adam baxıb deyirdi, ay qardaş, bu necə mümkün oldu axı? Ölçüsünə görə də qəribə balansı vardı. MTZ-dən balaca idi, T25-dən isə yekə. Amma güc məsələsində çoxlarını utandırırdı. Arxa təkərləri yekə olduğuna görə palçıqda yaxşı yeriyirdi. Kənddə zarafatla deyirdilər ki, bunun qabağı batırsa da arxası ilə kəndi dartıb çıxarar bu. Bir üstünlüyü də o idi ki, təkərlərin arasını və hündürlüyünü dəyişmək mümkün olurdu. Bu da cərgə arası işlərdə əməlli başlı rahatlıq yaradırdı. İstəyənlər sonradan ona qoşa təkər də taxa
baxa bilirdi. Onda artıq traktor yox, elə bir kəndin transformeri olurdu bir növ. Mühərriki isə ayrı aləm idi qardaşım. Vladimir zavodunun hazırladığı hava ilə soyuyan dizel mühərrik qoyulurdu. Ən məşhuru isə D144 idi, 50 gücü var idi. İndi 50 gücü eşidəndə kiməsə az gələ bilər. Amma o vaxt bu motor əməlli başlı canavar sayılırdı. Üstəlik hava ilə soyuyurdu. Amma yayda işləyəndə sürücünün özü kabinədə kabab kimi bişirdi. T40-ın ən böyük sirri sadəliyi idi. Elektronika yox, sensor yox, error yox, sürücü ilə texnika arasında sanki bir dostluq bağı vardı, necə desək. Səsini eşidəndə usta artıq problemi anlayırdı. Da indiki maşınlar kimi nazlı değildi. Sayınızı, kofenizi süzüb, mürəbbənizi çəkib, videoya bir bəyəni atıb, kanala abunə oldunuzsa, keçək hekayəmizin davamına. Köhnə kənd adamları yaxşı bilir. T40 adi traktor değildi. O elə bir texnika idi ki, sürücü də onunla birlikdə mexanik olurdu. İndi maşında bir lambuçka falan yananda servis axtarırlar. O vaxtın kişiləri isə traktoru həyətin ortasında söküb yığırdı. Məsələn, qış gələndə T40-ın yağ radiatorunu söndürürdülər. Hələ bu azmış kimi ventilyator da çıxarıb yerinə dəmir disk taxırdılar. Soyutma sisteminin üstündə bunun üçün xüsusi yazı da vardı. Bir maraqlı söhbət də buradadır ki, T40-ların çoxu starterlə işə düşürdü. Pushkaslı variantlar tapmaq isə loteriya udmaq kimi bir şey idi. Köhnə traktorlarda ümumən tam komplekt o hissə oluyor, onu tapmaq müşkül məsələ idi o vaxt. Ən maraqlı hissələrdən də biri o qabaq yüklər var, bax onlar idi. O dəmirləri qabağa taxanda traktorun burnu yerə yapışırdı. Şum zamanında elə işlərdi ki, sürən adamın keyfdən söz ola bilməz ki. Kəndlilər deyirdi ki, bu qabaqdakı yüklə T40 yox, elə bir bulduzerdi. Düzlə deyirdilər valla. Bir də o məşhur öküz yumurtaları vardı, bəlkə yadınıza gələr. Adı da gülməlidir, amma sürücülər yaxşı tanıyır onu. YMC traktorlarının qabaq ballasları idi. Bir-birinə dəyib cincildəyirdi. Uzaqdan səsini eşidəndə bilirdin ki, hansısa traktor gəlir. Əsl zavod ballasları isə sakit olur. Yəni belə baxanda traktorlarda da o keyfiyyətli aksesuar söhbəti var imiş. Qardaşım, o mühərriki işə salmaqda ayrıca bir mərasim idi. Bəziləri staterlə, bəziləri də balaca o karbürator mühərriki ilə işə düşürdü. Soyuq havada səhər çağı onu işə salmaq üçün sürücülər elə rituallar edirdi ki, baxanda da elə bilərdi samavar falan yandırırlar. Transmisiyası isə daş kimi möhkəm idi. Diskli mufta, çox pilləli sürətlər, qutusur, reduktor. Hamısı mexaniki idi. Elektronika falan yox idi. Ona görə də xarab olanda ustaya bir açarı, bir də çəkisi bəs edirdi. İndiki maşınları kompüterə qoşmadan problem tapılmır. O vaxt isə sürücü səsdən başa düşürdü ki, hansı hissə xarab olub. Sürətinə görə də öz dövrü üçün pis deyildi. Saatda 2 kilometrdən 26 kilometrə qədər gedirdi. Amma ağır işdə əsl canavar idi də. Bu traktora əsasən M10 DM yağı tökürdülər. Təxminən 10 litr yağ gedirdi və uzun müddət dəyişməyə ehtiyac qalmırdı. Amma ustalar da deyirdi ki, yay-qış yağının vaxtında dəyişməsən transmisiya səndən hər an inciyə bilər. T40-da da ki, transmisiya incidir, elə bil ki, yolda qalasan da, yəni elə bir şey idi. Bəlkə də elə buna görə də bu gündə kəndlərdə paslı köhnə T40 görəndə hamı dönüb baxır bir dəfə də olsa. Çünki o sadəcə traktor deyildi, o kənd həyatının ayrılmaz bir hissəsi idi. T40 barədə bir söz də vardı. Bu traktoru sürən adam həm sürücü olurdu, həm mexanik, həm də biraz da sehirbaz olmağı bacarmalıydı. Çünki bu texnika adi maşın değildi. Elə xüsusiyyətlər vardı ki, indiki traktorlarda görsələr, mühəndislər düz 3 gün iclas edərlər. Məsələn, bunun 2 dənə güc ötürmə val vardı. Biri arxada, biri də böyründə. Elə bil ki, traktora o əlavə əl-qol var, bax onu taxmışdılar. Nasos işlədir, generator fırladır, taxıl üydürdü. Kənddə də bir dənə T40 varsa, kəndin yarısı onun hesabına dolanırdı. Hidravlik sistemi var ha, o da öz dövrünə görə bir növ əjdaha idi. Güclü nasosu vardı, qoşduğun avadanlığı rahatsa qaldırırdın. Amma kabinəyə girəndə necə desəm hiss edirdin ki, o mühəndislər rahatlığa görə yox, o tək işləsin prinsipi var ha. Bax ona görə yığıb elə bil bu kabinəni. Kabinə o qədər dar idi ki, yekə adam oturanda elə bir konserv bankasına salıblar. Şüşə burnunun dibində, tavanda başının üstündə idi. Biraz boyun uzun olsa, vay sənin alva. Hər çalaya düşəndə başını tavana dəyəcək. Amma o təhlükəsizlik karkası var ha, bax o vardı. Çox traktorçunun canında elə məhz o qutarıb. Çünki T40 sakit maşın değildi. Xüsusən sala çökək yerlərə o düşəndə var ha, o sükan bir dənə dartınır ki, bilmirdi traktoru sən sürürsən, yoxsa o sən sürür. Sükan gücləndiricisi də yaxşı şey idi ha. Amma ehtiyatsız olduğun qolunu falan yerindən çıxara bilərdi. İçəridə isə hər şey tam sovet üslubu idi. İndiki maşınlarda düymənin sayı adamı qorxudur. Bunda isə hər şey sadə idi. Bir növ elə bir bunu sürənlərdə o maşın kimi bir balaca çobud idi. Ən maraqlı xüsusiyyətlərindən biri də təkərlərin vəziyyətini dəyişmək idi. Arxa diskləri çevirirdilər, qabaq körpünü açırdılar. Traktor enlənirdi bir növ. Yamaçda işləyəndə elə bil hörümçək kimi yapışırdı yerə.
Klirensidə qaldırmaq olur. Yəni həm bağda işləyirdi, həm palçıqda, həm də dağda. Universal sözünün canlı sübutu bax bu idi. T40-ın qabaq aparıcı versiyası vardı ha, o başqa adam idi. Dağ yollarında elə yer yerdi ki, bəzi ciplər utanardı. İstilik sistemi isə lap komediya idi qardaşım. Normal peç yox idi. Qışda sürücülər o köhnə yorğanı kapotun üstünə atırdı ki, o mühərrikin istisi o kabinəyə gəlsin. Yəni adam traktor yox, elə bir ki, bir növ samavarı qızdırırdı sanki. Amma qəribəsi odur ki, buna baxmayaraq cəmaət yenə də T40-ı sevirdi. Çünki şaxtada MTZ-yə su töküb donmaq əvəzinə T40-ları birtər işlədirdilər də belə desək. Bir üstünlüyü də reverse sistemi idi. İstənilən sürətdə geri gedə bilirdi, bəli. O başqa traktorlarda geriyə getmək yalnız manevr etmək üçündür. Bunda isə geridə tam elə bir ki, o işlək rejim idi. Bir dəfə bunu görməyən adam baxıb elə bilərdi ki, sürücü saçıb traktoru tərs sürür. Sürətlər qutusu da qəribə idi bir balaca. Adət etdiyimiz kimi yuxarı aşağı yox, sağa sola dəyişirdi. İlk dəfə minən adamın beyni bir balaca yanırdı. Amma öyrəşəndən sonra sürücülər dedi ki, bundan rahat qutu yoxdur ki. Ən böyük üstünlüyü isə hər şeylə işləməsi idi. T25-ində avadanlığını qoşurdular, MTZ-nin də avadanlığını qoşurdular. Ona görə də kənddə bu traktora hər işin adamı deyirdilər. Qardaş, nə bilim, ot biçir, şum vurur, qoşqu çəkir, generator işlədir, nə desən edir day bu yetim. Əlbəttə problemlər də vardı. Soyuq havada işə salmaq ayrı bir dərd idi, o başqa söhbətdir. Qış vaxtı səhər tezdən sürücü traktoru işə salana qədər özü elə əməllicə qızışırdı orada. Vibrasiya da elə idi ki, axşam düşəndə sürücü özünü elə hiss edirdi, güya gün boyu beton qarışdıran maşında oturub gəlib də. Yəni necə desək, o dərəcədə vibrasiyalı bir traktor idi. O hava ilə soyan mühərrikdə yayda qızırdı, qışda da isinmirdi. Elə buna görə traktorçuların yarısı yayda bişirdi, qışda da donurdu. Amma yenə də bu texnikadan əl çəkmirdilər. Çünki T40 xarab olsa belə kəndin ortasında iki açar bir çəkilsə düzəlirdi. Bəlkə də buna görə bu gün pas içində qalmış bir T40 görəndə insanlar dayanıb o baxır, o içdən baxırlar ona. Çünki o sadəcə traktor deyildi. O bütöv bir kəndin həyatının o simvolu deyirlər. Bax o idi. Öz aramızda bəs səncə o indiki müasir texnikalar var. Niyə T40 qədər insanın o içində o izi buraxmır sanki? Bu gün müasir traktorlar daha güclü, rahat ola bilər. Amma o T40-ın verdiyi o his tamam başqa idi. O sükanlı oturan adam var, o özünü maşın sürən adam kimi yox, kəndin o bir növ sahibi var, bax onun kimi hiss edirdi. Bəlkə də buna görə üstündən 10 illər keçsə də insanlar hələ də bu traktora hörmət edirlər və onu elə hörmətlə də xatırlayırlar. İndi isə maraqlıdır mənə. Əgər sənə seçim versəydilər, bütün rahatlığı ilə müasir traktor, yoxsa köhnə amma əfsanəvi T40-ı seçərdin? Qardaşım, fikirlərini şərhlərdə bizimlə bölüşməyi unutma. Bəs növbəti video hansı texnikaya gəlsin? Bu balaca sovet maşını var, böyük traktorların çörəyini əlindən alırdı. T16 kəndin gizli qəhrəmanı. Bir maşında 40 fərasət cəmlənən texnika idi. Sayını süzüb mürəbbəni çəkib videoya bir bəyan atdınsa başlayaq. Təsəvvür elə 1960-cı illər, SSR vaxtı. Kəndlərdə səhər tezdən ham işə çıxıb. Böyük traktorlar var, kombaynlar var. Amma bir maşın var ki, ham onun başına yığışırdı. Adı da sizə çox tanışdır. T16. Amma bu biz bildiyimiz adi traktor deyil, bu kəndlinin universal əsgəri idi. Bəs necə yarandı bu əfsanə deyə soruşsan, il 1961. Sovet mühəndisləri başa düşdü ki, kənd təsərrüfatında hər iş üçün ayrı texnika yaratma. Ona görə qərar verdilər ki, gəlin elə bir maşın düzəldək ki, hər işi görsün. Beləliklə T16 yaranır. İlk modellər əsasən Xarkov traktor zavodunda istehsal olunurdu. Sonradan yeni dizaynlı versiyalarda çıxır. Amma əsas fərq nə idi? Bu biz bildiyimiz klassik traktorlar kimi deyildi. Qardaş, biz bildiyimiz sadə dədə-baba normal traktorlarda mühərrik qabaqda olur da, düzdür? T16-da isə hər şey tərsinə idi. Mühərrik arxada, qabaqda isə boş platforma. İndi bunu kəndlilərin deyimi ilə desək, başayaq traktor idi. Bu dizaynın üstünlüyü nə idi? İstədiyin avadanlığı qabağa tax və salam işə başla. Bir maşın düşün ki, əlində 40 dənə fərasət var. Bu T16 var, ona nə qoşmurdular ki? Ot biçən, çiləyici, dərmanlar üçün, yükləyici, qaldırıcı kran, kartof çıxaran, hətta bəzi yerlərdə kiçik qazma qurusu da taxırdılar. Ümumilikdə 40-dan çox avadanlıq qoşmaq olurdu. Yəni kənddə bir dənə T16 varsa, elə bil mini zavodun var kimi bir şey idi. Kəndlilər deyirdilər ki, T16 sürən ustalıq da öyrənir bir müddət sonra. Çünki bu maşın elə idi ki, biraz işlədəndən sonra biraz da təmir olunmaq istəyirdi. Sizi sıxmadan biraz da texniki tərəflərinə göz gəzdirək. Deməli T16 əsasən sadə və praktiki idi. 2 silindrli dizel mühərrik, təxminən 16 at gücü. Adının T16 olmağı məncə buradan irəli gəlir. Mexaniki sürətlər qutusu, arxa ötürücü sistemi, yüngül çəki və yüksək manevr qabiliyyəti var idi. Amma belə götürəndə kənddə traktorla kim yarışa çıxır ki? Bəs niyə hamı bunu sevirdi desən, birinci
Birincisi çox qənaətli idi. Az yanacaq yeyirdi. Bu böyük üstünlük idi. İkincisi çox sadə idi. Elektronika yox idi. Bəziləri kimi kapriz də yox idi. Sırf mexanika idi. Üçüncüsü isə təmiri rahat idi. Usta tapmasan belə özün düzəldə bilərdin. O vaxt YouTube yox idi belə şeyləri baxıb düzəltməyə. Amma qonşuda hər şeydən başı çıxan hər kəsin bir Əhməd dayısı var idi. Təsəvvürlə 1960-cı illər kənddə yaşayırsan və bir dənə də T16-ın var. Hamı növbə ilə gəlir. Qardaş, bir mənim sahəmi dərmanla, o biri gəlir mənim otumu biz. Bir də gəlir ki, yük var, onu daşı. Sonda nə oldu? T16 sahibinə çox pul qazandırırdı. Bəzi kəndlilər deyirdilər ki, T16 olmasa kənddə xaos olar. Sonrakı inkişaf dövrünə gəlsək, sonralar bu modelin daha güclü versiyaları da çıxdı. Məsələn, T16M biraz daha güclü və modern idi. Daha yaxşı kabinası vardı. Rahat idarə etmə sistemi ilə yenilənmişdi. Amma qardaşım, düzünü desək, köhnə modellərin ruhu başqa idi. Bəs niyə bu günlərdə bu çox danışılır deyə sual versən? Çünki bu maşın sadəcə texnika deyildi. Bu bir dövrün simvolu idi. Böyük traktorlar bəzən ilişib qalırdı, amma T16 deyildi. Çəkilin kənara, mən özüm həll edəcəm bu problemləri. Sizcə indiki müasir texnikalar T16 kimi hər işə yarayan ola bilir, yoxsa o dövrün maşınları daha yaxşı idi? Sizin yadınızda qalan ən maraqlı uşaqlıq və ya gənclik xatirənizi şərhdə bizimlə bölüşün. Bəs növbəti video hansı maşına aid gəlsin? Şərhlərdə yazın. Qardaşlar, sonda sizdən kiçik bir xahişim olacaq. Videolarım qarşınıza çıxanda bir saniyənizi ayırıb bəyəni fikrinizi yazın. Bu sizin üçün balaca bir addım ola bilər. Amma mənim üçün düzün desək böyük bir dəstək və motivasiyadır. Sizin dəstəyinizlə daha maraqlı, daha keyfiyyətli videolar hazırlamaq istəyirəm. Elə isə bəyənin, fikrinizi yazın və abunə olmağı unutmayın ki, növbəti videoları qaçırmayasınız.